6 dənə səhv göz, amma məsafəsindən asılı olmayaraq səthlərlə qaçışda 10 dənə səth olur. 10 dənə. 1, 2, 3, bir stollara qoymuşam 10 dənə səth. 100 metrə qədər yoxsa ümumi? İndi gəl. 4 proqram üzrə həyata keçirilir. 1. 100 metr qadınlar. 2. 110 metr kişilər. Kişilər 110 metr, qadınlar 100 metr. 3. 400 qadınlar. 4. 400 kişilər. 400 metr həm qadın həm kişilərdə var, amma 4 proqram oldu. Düzdür 100, 110, 400, 400. Komandalı deyil ha. İndi qaçış zolağının eni eynidir. Qaçış zolağının eni nə qədər idi demişdik? 1.22. 1.22 plus minus 1 santim. Düzdür. Amma səhtlin eni, bax bu səhtlin eni 1 metr 19 santim plus minus 1 santim. Aydındır. Fikir verin, qaçış zolağının enində, yəni baxın, Əsirliyi var. artıqlıq var. Artıq. Tamamında Əsirliyi var. 1.19, ortada nə gedir? 2 santim gedir də. 1.22, 3 santim. 1.22 plus minus 1 santim, burada 1.19. 3 santim gedir. 3 santim. İndi, bəs burada da səhtlin hündürlüyü məsələsi var. Burada görün nə var? Bir, səhtlin hündürlüyü. İkinci, start xəttindən birinci səthdə qədər olan məsafə. Üçüncü səthlər arası məsafə. Dördüncü isə sonuncu səthdən finish xəttinə qədər olan məsafə. Aydındır. Gəlirik. Asan. Vallahi tam səvinliyəm. Çətin bir şey yoxdur. Sadəcə əzbərlənməli bir şeydir. Gəlirik indi nəyə? Baxın. Baxın. Birinci səth, ikinci səth, üçüncü səth, dördüncü səth, beşinci səth, 6, 7, 8, 9, 10 finish. Dedik ki, start xəttindən birinci səthdə qədər olan məsafə var, səthlər arası məsafə var və sonuncu səthdən, yəni 10-cudan finishə qədər olan məsafə var, fərqlənir. Gəlirik birinci 100 metr qadınlara. Birinci başlamalıyıq səthin hündürlüyü qadınlarda nə qədər? 83 cm 8 mm. 0,838, yəni 83 cm 8 mm. Hardasa qadının yazısından da, normalde qadın boyu 1,60 deyil, yazısından. 83 cm 8 mm. Bu oldu qadınlarda səthin hündürlüyü. Və deyir ki, start xəttindən bu birinci səthdə qədər olan məsafə, diqqətimiz buradadır, 13 metrdir. Nəsil rəqəm verirlər? Sürətlənmə. 13 metr. Start xəttindən hansı səthdə qədər? Birinci səthdə qədər. Amma hər səthlər arası məsafə 8,50-dir. Bax, bu birinci, ikinci səth arasında nə qədər məsafə? 8,50. 2 ilə 3-cü arası 8,50. Və sonuncu, yəni 10-cu səthdən finish xəttinə qədər olan məsafə 10,50-dir. 8,50, 10,50. Birinci, nəsil rəqəm? 8,50, 10,50. İndi doğrudan da hesablayın, düz 100 metr. Götür kalkülyatda hesablayın. Gəldik indi ikinciyə. Birinci haqqında sual var. Çətin bir şey vardı orada. Sadəcə rəqəmləri öyrənməz. Rəqəmləri, yadda salın. 85, 13 o. Mən, siz, məsələ burasındadır ki, niyə məsələn gəlirik, hazırlaşırıq, niyə əziyyət çəkirik, bura gəlirik, buradan gedirik. Rəqəmləri evdə də öyrənə bilərsiniz, düzdür. Məsələ burasındadır ki, bunu tam başa düşməlisiniz ki, səthin hündürlüyü nədir? Start xətdən birinci səthdə qədər səddası nədir? Və sonuncu səthdən finish xəttinə qədər. Dərs başqa şeydir. Dərs və ya deyək ki, gəlin açığı danışaq da. Biz həndbolda uzun-uzadı danışırıq. Orada yazılanları əzbərləyə bilərik, amma anlaya bilərik. Yox, əzbərləyə bilərsiniz, amma anlaya bilmərsiniz. Anlaya bilmərsiniz. Mümkün deyil anlamamız. Məsələn, deyirəm ki, həndbolda deyirəm ki, yan xətdən zərbədə rəqəm topda minimum neçə metr məsafədə olmalı? 3 metr. Deyirəm, amma oyuncaq qapı sahəsinə yerləşdirdikləri zaman bu tələb tətbiq edilmir. Bunun izahı verilməsə, başa düşmək vallahi çətindir. İzahı verilməli. Nəyə görə? İndi məsələ də burasındadır ki, mən biraz sözləri atıram. Deyirəm, məsələn, 13 nədir?
Startdan birinci sətdə. Yəni Birinci onun sözlə deyil, nəslə gəl. Aydındır. Əslində mənə görə nəsl deyil ha, elə deyirlər. Mən oynadım. Düzdür. Avropalı şeytanı rəqəm deyil. Və deyirəm sədlər arası 8.50-dir. Səhvlər arası. 8.50-ni başqa necə yadda saxlaya bilər? Məsələn, evin nömrəsi neçədir? Və yaxud maşına, avtobusa minirəm. Və yaxud dükandan yağ aldım 8 manat 50 qəpiyə. Bax, bunu belə refleks. Dükana girəndə dəstən girməlisən. Dükandan, mağazindən çıxanda dəstən çıxmalısan. Hər şeydə bir refleks eləyə bilərsən. Bazarlıq elədin. 8 manat 50 qəpi pulun çıxdı. O 8.50 nə idi? Qadınlarda səddası misalı. Və yaxud götürək ki, evdə 10 manatı qoyuruq, yanına da 50 qəpik qoyuruq özümüz üçün. 10-50 nə idi? Səhvlər finişə. Sətdən, On- bu on- 10-cu sətdən finişə. finişə, 10-50. Sual var?